Salam dəyərli izləyicilərim. Mən bu gün mövsümü olan badımcandan çox ləzzətli bir yemək hazırladım. Bunu sizlərlə, əziz izləyicilərimlə paylaşmaq istədim. Yeməyi hazırlamaq üçün ərzaqlar bunlardan ibarətdir. 4 ədəd badımcan götürmüşəm, pomidor, bibar və soğan. Ərzaqların miqdarını mən sizlər üçün açıqlamada qeyd edəcəm. Öncə badımcanları zolaqlı şəkildə soyuram. Soyduğum badımcanları bu şəkildə doğrayıram. Badımcanların hamısını doğrayıb qaba əlavə edirəm. Üzərinə bir xörək qaşığı duz əlavə edirəm və üzərinə çıxana qədər su əlavə edirəm. Badımcanlar duzlu suda qalır ki, öz acılığını çıxartsın. Daha sonra 2 ədəd soğanı xırda-xırda doğrayıram. Soğanı doğradıktan sonra 1 ədəd yaşıl bibəri kub şəklində kiçik-kiçik doğrayıram. Biberi doğrayıb qaba əlavə edirəm və 2 ədəd orta boy pomidoru qabığını soyub, onu da kiçik-kiçik kub şəklində doğrayıram. Daha sonra duzlu suda gözlətdiyim badımcanları sıxıb acı suyunu çıxarıb mətbəx salfetinin üzərinə düzürəm ki, suyunu çəksin. Bütün badımcanların üzərinə mətbəx salfeti sərib suyunu yaxşıca qurudub qaba yığıram. Sonra isə tavamı ocağın üzərinə qoyuram, biraz bitki yağı əlavə edirəm. Yağ isindikdə badımcanları yağın içərisinə düzürəm. Badımcanların hər iki üzünü çevirərək yaxşıca qızardıram. Bütün badımcanların hər iki üzünü yaxşıca qızardıb başqa qaba əlavə edirəm. Badımcanı qızartdığım tavaya doğradığım soğanı əlavə edirəm. Soğanın üzərinə 50 qram kərə yağı əlavə edirəm. Qarışdırıram. Biraz duz əlavə edirəm. Soğanı yaxşı qovurduqdan sonra üzərinə doğranmış biberi əlavə edirəm. Biberlə də biraz qovururam. Biberlə də biraz qovurduqdan sonra doğradığım pomidoru əlavə edirəm. Pomidoru əlavə etdikdən sonra qapağını qoyuram ki, yaxşı bişsin. Daha sonra ədviyyatlarını əlavə edirəm. Duz, istiot zövqə görədir. Mən pul biberlə qara istiotdan istifadə etdim. Daha sonra 1 çay qaşığı əzilmiş sarımsaq əlavə etdim. Ən sonda qızarmış badımcanları üzərinə əlavə edirəm. Hamısı birlikdə vam atəşdə yaxşı bişməlidir.
Badımcan yeməyimiz yaxşıca bişdi, artıq hazırdır. İndi sizlər üçün servis edirəm. Üzərinə doğranmış reyhan əlavə edirəm. Siz başqa göylə də əvəz edə bilərsiniz zövqünüzə görə. Kanalıma abunə olub like atmağı unutmayın. Hələlik.